Hər birinizi xoş gördük, dəyərli 11-ci siniflər, dəyərli izləyicilər. Bugün sizlərlə 2026-25 yanvar tarixində OTK-nın keçirdiyi buraxılış imtahanının riyaziyyat suallarının izahına baxacaq. İlk sualla başlayaq. Bizə deyir ki, bu ədədlər sırasının moda və medianının həndəsi ortasını tapın. Biz ilk öncəliklə bilməliyik ki, moda və median nədir? Bilirik ki, moda ən çox təkrarlanan, median isə ən ortada durandır. Ən çox təkrarlanan elə burada 2 dənə 9 var, yəni 9-dur. Bəs medianı necə taparıq? O ən ortadakı lazımdırsa kənarlardan bir-bir silərik. Kənarlardan bir-bir sildikdə nə qalır yerdə? Yerdə qalır 4. Həndəsi orta deyirsə kök altında ədədlərin sayı. Yəni ikinci dərəcədən kök altında 9 vur 4. O da bərabərdir 3 vur 2-yə, yəni 6-ya. Cavabımız olur 6. İkinci suala baxaq. İkinci sualda deyir ki, ABCD paraleloqramının təpə nöqtələri bu nöqtələr olarsa, A plus B cəmini tapın. Paraleloqram çəkərik, koordinatları qeyd edərik. A mənfi 2, 2, B mənfi 4, 6, C mənfi 1, 3, D-dəki AB. Deməli, bizdən AB cəmini istəyir. Biz diaqnalları çəksək, bilirik ki, diaqnallar bir nöqtədə kəsişir və kəsişdiyi yerdən yarı-yarıya bölünür. Bu xassədən istifadə etsək, o zaman bu nöqtənin koordinatları eynidir. Bu nöqtənin koordinatlarında biz parçanın orta nöqtəsinin koordinatlarını tapmağı bilirik. Uyğun koordinatları cəmləyib 2-yə bölürük. Yazaq o zaman. Yazarıq ki, mənfi 2 plus, daha doğrusu 2 olmalıydı. 2 mənfi 2-dir. 2 minus 1. 2 minus 1 bölü 2. Yəni 2-də 1. Buranın x-i oldu 2-də 1. Y nədir bəs? Mənfi 2 plus 3 bölü 2. Bu da olacaq 2-də 1. Deməli 2-də 1, 2-də 1. İndi digər yandan digər koordinatları da toplayıb 2-yə bilərik. Mənfi 4 plus A bölünsün 2 bərabərdir 2-də 1. O zaman A bərabər olacaq 2-lər getsə, 4 də digər tərəfə getdikdə olacaq müsbət 4. O zaman A-nın koordinatı olacaq 5. B-ni tapaq buradan. 6 plus B bölü 2 bərabərdir 2-də 1. B bərabər olur 2-lər getsə, 6 digər tərəfə keçdikdə mənfi 6 olacaq. O da mənfi 5 edər. A ilə B-nin koordinatını tapdıq. Bizdən koordinatların cəmini istəyir. 5 plus mənfi 5 bizə 0 cavabını verər. Cavabımız oldu 0. 33-cü suala baxaq. Deyir ki, ABC üçbucağında BD tənbülən DY paraleldir AB, BY bərabərdir 3, YS bərabərdir 6 olarsa, AB tərəfinin uzunluğunu tapın. Deməli, bizə verib bura tənbüləndə, o zaman bura alfa yaza bilərik. Və burada beta, burada gamma yazsaq, nə tapırıq? Avtomatik AB ilə DS paralel olduğu üçün uyğun bucaqlara görə burada alfa olacaq. Burada o zaman olacaq 2 alfa. Burada bilirik ki, hər iki üçbucağın 3-cü təpəsi olduğu üçün, 3-cü bucaq olduğu üçün burada olur gamma. O zaman bu üçbucaqlar, yəni ABC ilə DYS oxşar üçbucaqlar oldu. İndi nisbətdən yazarıq. Və dostlar, bir şeyə burada diqqət etməliyik. Baxın, bura alfa, bura beta, bura gamma. Həmçinin bura gamma, bura beta. Avtomatik bura nə olur? Burada alfa olur. O zaman burada 3 oldu. İndi yazarıq. Gammanın baxdığı x bölünsün gammanın baxdığı 3 bərabərdir. Bu betanın baxdığı 6, daha doğrusu böyük tərəf. Yəni 3 plus 6, 9 bölünsün kiçik tərəf, 6. Bu da bizə verər x bərabərdir 27 böl 6-dan 4,5 alarıq. Cavabımız da elə 4,5 edər. Gəldik 34-cü suala. Deyir 2 sinus kvadrat x bölü 2 bərabərdir 1 tənliyini həll edin. Biz bilirik ki, bu tip tənlikləri həll edə bilmirik. Bunu sadələşdirmək lazımdır. Biz yarım arqumentin düsturunu bilməliyik. Sinus kvadrat x bölü 2 nəyə bərabərdir? Deməli, yazarıq ki, 1 minus kosinus x böl 2-yə. Qabağında da bir dənə 2 var idi. Vurarıq 2-yə, bərabər edərik 1-ə. İndi bu 2-lər gedər. Biri də digər tərəfə getirdikdə 1-lər də gedər. Yerdə qalar. Deməli, kosinus x bərabərdir 0. Kosinus x 0 nə zaman alır? Gəlin baxaq.
Kosinüs x sıfırı deməli alır burada. Yani pi böl 2'də. Bir də burada alır. Bu da yenə elə pi böl 2 yaza bilərik. Mənfi pi böl 2'dir. Amma eybi yox. Yəni eybi yox nə mənada? Gəlin indi baxaq. Bu gəldi, bura çatdıqda yenə 0 aldı. Yenə bura çatdıqda 0 aldı. Deməli, pi k'dan 1, yəni hər pi'dən 1 0 alır. Bəs hansı nöqtələrdə alır 0'ı? Yaza bilərik ki, x bərabərdir pi böl 2 plus pi k. Yəni, pi böl 2'dən 1, daha doğrusu pi böl 2 nöqtəsində pi k'dan 1 alacaq. O da hansı cavabdadır? Pi böl 2 plus pi k A variantındadır. Gəldik 35'ə. Deyir ki, ABC düzbucaqlı üçbucağında ASB 90 dərəcə, B 40 dərəcə, C median olarsa AMC-nin tapın. Yəni, bu alfanı istəyir. Burada biz nəyi bilməliyik? Bilməliyik ki, düzbucaqlı üçbucaqda çəkilən median hipotenuzu yarı-yarıya bölür. O zaman bura 40-dırsa, burada 40 olar. Yazarıq ki, 40 plus alfa bərabərdir 180. Alfa bərabərdir 180 minus 80, bu da bərabərdir 100. İndi bu alfanı tapdıq 100. Bizdən bu bucağı istəyir. Burada olacaq 180 minus deməli 100 bərabərdir 80. Bu uzun üsuludur. Qısa üsulu nədir bəs? Biz burada tapdıq, bura 40, bura 40'dır. Bilirik ki, üçbucağın 3-cü xarici təpəsi, xarici bucağı, 2 daxili, ona qonşu olmayan 2 daxili bucağın cəminə bərabərdir. Yəni 40 plus 40 bərabərdir 80 də yazsaq, elə cavabı 80 tapardıq. Keçdik 36-cı suala. Deyir ki, hansı qrafik y bərabərdir kök 3 plus 1 üstü x funksiyasının qrafiki ola bilər? Biz bu funksiyanın, üslü funksiyanın xassəsini bilməliyik. Heç vaxt 0 olmur, heç vaxt mənfi olmur. Gəlin indi baxaq və artan funksiyadır görürük. Çünki mənfi heç nə yoxdur. 0 olmaz dedik. Y mənfi də olmaz. Y mənfi də olmaz. Sonra baxaq görək. Tərs funksiya deyil ki, yəni azalan funksiya deyil ki, x-in qiyməti artdıqca y-in qiyməti azalsın. Dedik, y də 0 olmaz. Çünki üslü funksiya heç vaxt 0 ola bilməz. Yerdə bir dənə hansı funksiya qalır? B variantındakı funksiya. Cavabımız da olur B variantı. Keçdik 37-ci suala. Bizə deyir ki, x kiçikdir 1 olarsa, bunu sadələşdirin. Bu hissədən başlayarıq. Bu hissəni yazarıq x minus 2'nin kvadratı. X minus 2'nin kvadratı. X minus 2'nin kvadratı necə çıxmalıdır? 1'dən kiçikdirsə, deməli 2'dən də kiçikdir. O zaman yazarıq ki, 2 minus x olaraq kökdən çıxacaq. Aldıq ki, x kvadrat minus x minus 1 plus 2 minus x. O zaman buradan alırıq ki, x kvadrat minus 2x plus 1. Bu da ki, yenə bizə kök altında x minus 1'in kvadratını verər. X yenə kiçik olduğu üçün 1'dən bu olacaq 1 minus x. 1 minus x də A variantındadır. 38-ci suala baxaq. Deyir ki, A bərabərdir 2'nin kvadratı vur 3 vur 5'in kvadratı və B bərabərdir 2 vur 3'in kvadratı olarsa əkov AB-ni tapın. Biz dərslərimizdə hər zaman əbob əkovun rahat tapılmağının qaydasını öyrədirik. Əkov yazarıq ki, deməli 2'nin kvadratı vur 3 vur 5'in kvadratı 2 vur 3'ün kvadratı. Ortaq nə varsa çıxardarıq. Baxarıq, bir dənə 2 çıxar, bir dənə də 3 çıxar. Yerdə nə qalır? Yerdə qalır əkov 200 artıq 2'nin birini çıxartdıq. 2 vur 5'in kvadratı 25. Buradan da 9. Yəni 50 və 9. 50 və 9 qarşılıqlı sayda olduğu üçün bura bizə edər əkova 450. Burada verir 6. Deməli, biz bir dənə şey səhv yazmışıq burada. Burada 3'dür. 9 deyil. Artıq bir dənəni çıxartdıq. O zaman yazarıq ki, 150. Burada da 6'mız var idi. 6 vur 150 bizə 900 cavabını verər. Cavabımız oldu 900.
39-cu suala baxaq. 39-cu suala deyir ki, 9 minus x bölünsün, x minus 3 böyükdür. 0 bərabərsizliyini ödəyən tam ədədlərin cəmini tapın. Deməli, 9 minus x bölünsün x minus 3 böyükdür bərabərdir 0. Burada 0-dan böyük olmağı üçün ədədimiz 9 minus x də böyük bərabər olmalıdır 0-dan. X minus 3 də böyük bərabər olmalıdır 0-dan. Gəlin indi baxaq görək hansı ədədlər ödəyir. Həmçinin bir dəfə tərsini yazacaq, görək ehtiyac olsa. O zaman x böyükdür, daha doğrusu x kiçikdir 9-dan, x böyükdür, bərabərdir 3-dən. Burada neçə qiymət ödəyir? 3, 4, 5, 6, 7, 8, 9. Bizə nəyi deyir? Cəmin tap deyir. Cəmin tap deyirsə 3 plus, 4 plus, 5 plus, 6 plus, 7 plus, 8 plus, 9. 12, 24, 36, bu da 6, cavab edər 42. Cavabımız oldu 42. 40-cı suala keçid edək, görək elə 40-cı sualda bizə nə deyir? Deyir ki, ABCD trapesiyasında AB bərabərdir 5, BC bərabərdir 3, CD bərabərdir 4 kök altı 2 və D 45 dərəcə olarsa, AD oturacağının uzunluğunu tapın. 5, 4 kök altı 2, 3, 45 dərəcə. Deməli, burada nə istifadə edə bilərik? Nə istifadə edə bilərik? Belə bir düz xətt çəksək. Bu bizim hündürlüyümüz olar. Bura x, bura x olar. Deməli, nə yaza bilərik? 4 kök altda 2-dirsə, bura avtomatik olacaq 4, hündürlük də olacaq, h da bərabər olacaq 4-ə. Hündürlüyü 4 tapdıqdan sonra artıq işimiz nisbətən rahatlaşır. Deməli, bir hündürlük də buradan çəksək, bizə deyirmi ki, buranın neçə olduğunu demir, eybi yox. Demir, biz taparıq. Bura 4-dür, burada avtomatik neçə qalır? 3 qalır. Bu hissə bəs neçə olacaq? Buranın onsuz da yuxarıdan bilirik ki, 3-dür. Ümumi uzunluq neçə oldu dostlar? 3 plus 3 plus 4. O da bizə 10 cavabını verər. Cavab A variantı. Hündürlüyü tapdıqdan sonra bu tərəfdə də Pifagor istifadə elədik. Bu kiçik hissəni tapdıq 3, buranı da 4 tapmışdıq. Burada zaten yuxarıdan bilinir 3-dür. Cavab oldu 10. 41-ci sualda deyir ki, ifadəni sadələşdirin. Baxıq görək necə sadələşdirərik. Bizə deyir ki, x kub plus x kvadrat y minus x minus y. Buradan x kvadratı gəlin birinci mötərizə xaricini çıxardıq. Burada x, burada y qalır. Minus x minus y. Bu belə. Daha doğrusu plus. İndi bunu da sadələşdirsək yazarıq ki, x minus 1, x kvadrat minus 1 vurulsun x plus y. Deməli, yuxarıdakı sürətdəki ifadə bu alındı. Məxrəcdə nə var? X kub minus x. X vurulsun x kvadrat minus 1 yazarıq. Buradan alarıq ki, yuxarıda qalır. Elə bu x kvadrat minus 1-lər gedər. Yerdə qalır x minus y. Böl x. Bu da B variantında artıq verilib. Keçdik 42-ci suala. 42-ci sualda deyir ki, bu tənliyin köklərindən biri m olarsa, kiçik kökünü tapın. Gəlin m-i yerinə qoyaq. M-i yerinə qoyduqsa, deməli köküdürsə ödənməlidir. M kvadrat minus m plus 1 vur m plus 5 bərabərdir 0. Buradan alırıq m kvadrat minus m kvadrat minus m plus 5 bərabərdir 0. M kvadratlar getsə yerdə qalar. Mənfi m bərabərdir mənfi 5, m bərabərdir 5. Cavabımız oldu m5. İndi gəlin buradan həm kökü 5 imiş, həm də ki, deməli, m-i də tapdıq 5. Gəlin tənliyi quraq. X kvadrat minus 5 plus 1, yəni 6x plus 5 bərabər 0. Köklərin cəmi 6-dır. Yəni 5 plus x2 bərabərdir 6-dır. x2 də buradan bərabər olur 1-ə. Həmçinin köklərin hasili də 5-dir. Deməli, cavabımız 1 imiş. 43-cü suala baxaq. Deyir ki, 1 bölünsün 0,4-də 2 plus 1 bölünsün 0,4-də 5. Böl 0,4-də 7 ifadəsini sadələşdirin. Yazarıq ki, 1 bölünsün
2 bölü 9. Elə bu 9'u birbaşa yuxarı çıxardarıq. Plus 5 böl, daha doğrusu 9 bölü 5 artıq 1 böl 5 bölü 9'dan 9 ilə yuxarıya çıxdı. Bu belə. İndi bunu sadələşdirsək və yaxud da ortaq məxrəcə gətirib hesablasaq. 10'a gətirsək, bunu 5'ə vurmalıyıq. 10'da 45 plus 10'da 18. Bu da eləyəcək, deməli, 63 bölü 10 vurulsun. 9'da, burada 9'da 7'dir. Amma bölümü olduğu üçün tərsinə çeviririk. 7'də 9. Bura 9 edər, bura edər 81 bölünsün 10. O da bizə 8,1 cavabını verər. Cavab D variantı. Gəldik 44-cü suala. Deyir ki, tangens 60 bölünsün sinus 20 minus 1 bölü kosinus 20'ni tapın. Qeyd edim ki, dostlar, biraz yorğun ola bilərəm, səsimdən də bilinir. Biraz buraxılış yaxınlaşır deyə daha çox video izahlar və s. çəkirəm deyə istərsəniz biraz yoruldum. Əgər zəhmət deyilsə, videoları da bəyənirsinizsə, videoya şərhinizi yazıb bəyənərək dəstək ola bilərsiniz ki, daha çox videolar gəlsin. Keçək 44-cü suala. Deməli, tangens 60'ın qiymətini bilirik. Tangens 60 bərabərdir kök altda 3. İndi gəlin yazaq. Ortaq məxrəcə gətirsək, bilirik ki, bunu kosinusa, bunu sinusa vurmalıyıq. Yazarıq ki, kök 3 kosinus 20 minus 1 vur sinus 20 bölünsün sinus 20 kosinus 20. Yuxarıda hər tərəfi gəlin 2'yə vurub bölək. 2 vurulsun kök 3 bölü 2 kosinus 20 minus 1 bölü 2 sinus 20 bölünsün. Aşağını da həmçinin 2'yə vurub bölək. 2'də 1 vur 2 sinus 20 kosinus 20. Gəlin indi hesablayaq görək bu bizə nə verir. Yuxarıda görürük ki, kosinus 30, kosinus 20. Baxın, deməli bizə verir 2 vurulsun kosinus 30, kosinus 20 minus sinus 30, sinus 20 bölünsün 2'də 1 sinus 40 dərəcə. Gəlin də bunu hesablayaq. 2 qalar. Yuxarıda bizə toplama teoreminə əsasən bizə verər kosinus 50'nin üstürün. Aşağıda da 2'də 1 vurulsun sinus 40. Biz bilirik ki, kosinus 50 sinus 40'a bərabərdir. Bunlar ixtisar olunar. Yerdə qalar 2 bölü 2'də 1. O da 2 vurulsun 2 bərabərdir 4 cavabını verər bizə. 44'cü sualda cavabımız olur 4. Deməli, bu da getdi. 45-ci sual. Görək nə deyir? Deyir ki, deməli, A bərabərdir 3, 5, 6, 7, 9, 10 çoxluğunun 2 elementli alt çoxluqlarının sayı 3 elementli alt çoxluqlarının sayının neçə faizidir? 6 element var. M bərabərdir 6. Və yaxud da K bərabərdir 6. N deyir 2, N2 bərabərdir 3. Bu bilir ki, kombinizon 6'dan 3 ilə hesablanır. Bu da bizə neçə eləyir? 6 faktorial bölünsün 3 faktorial vur 6 minus 3, yəni 3 faktorial. O da bərabərdir 1 vur, 2 vur, 3 vur, 4 vur, 5 vur, 6 bölünsün 2 vur, 3 vur, 2 vur, 3. Buradan bu 6 gedər, buradan 2 ilə 3 gedər. Burada qalar 20 alt çoxluq. Deməli, 3 elementli 20 alt çoxluğu var. Bəs 2 elementli neçə dənə var? 6'dan 2 də yazsaq, 6 faktorial bölünsün, 2 faktorial vur 4 faktorial. Yenə yazarıq 1, 2, 3, 4, 5, 6, 2 vur, 2 vur, 3 vur, 4 vur, elə 4'ə kimi. 4 gedər, 3 gedər, 2 gedər, 6 ilə də bu getsə 3 qalar. Cavab olur 15. İndi deyir ki, 20 dənə, deməli 15 dənə olan 20 dənə olan hansı hissəsidir? Necə tapırıq bunu? 15 böl 20 vur 100 faiz. 5 qalar, o da ki 75 faiz edər. Cavabımız oldu 75 faiz. 46-cı suala baxaq.
Deyir ki, ABCD dördbucaqlısının xaricinə çevrə çəkilmişdir. A bucağı minus D bucağı fərqini tapın. Deməli, bu bucaqların fərqini istəyir. Bura 85 dərəcədir. Burada 65 dərəcədir. O zaman bu hissə olacaq 170 dərəcə. Bu hissə də olacaq. Deməli, neçə olar? 130 dərəcə. Görək, bu bizə bir fayda verəcəkmi? Bizə nə lazımdır? Bizə lazımdır ki, A minus D. A minus D. O zaman belə yaza bilərik. Baxın, bu hissəyə baxaq. Bu qövs 170 dərəcəsə, geridə qalan hissə neçə olacaq? 360 minus 170. O da 190 dərəcə edər. Deməli, bu qövs 190 dərəcədir. Daxilə çəkilmiş bucağı o zaman neçə olur bunun? Gəlin, buralığı silək. Baxın, dedik ki, bu qövs bura. Bu 85 əsasən 170 dərəcədir. Geridə qalan bu qövs isə 190 olur. 190-ın daxilə çəkilmiş bucağı da olur 95 dərəcə. Bura oldu 95 dərəcə. Həmçinin 65-də də bura 130-dursa, geridə qalan hissəsi 230 olacaq. 230-un da daxilə çəkilmiş bucaq olacaq. Deməli, 115 dərəcə. Bizdən istəyir 115 minus 95, o da bərabərdir 20-yə. Cavabımız olur 20 dərəcə. Bu sualda bu şəkildə geridə qaldı. Yazarıq buraya 20 dərəcə. 47-yə baxaq. Deyir ki, loqaritma kök altda 2 əsasdan x plus 2 əsasdan x plus, deməli, 2 loqaritma 4 əsasdan x bərabər 32 tənliyini həll edin. Gəlin yazaq. Kök 2 bərabərdir. Bilirik ki, 2 üstü 2-də 1. Və o zaman loqaritma 2 üstü 2-də 1 x. Bu çıxacaq 1 böl 2-də 1 kimi. Həmçinin o zaman yazarıq ki, 2 loqaritma 2 əsasdan x plus loqaritma 2 əsasdan x plus buradan da yazarıq ki, bu 4-ün üzəri yazarıq 2 üzəri 2. Yenə burada 2 olaraq çıxacaq, bu 2-lər gedəcək. Loqaritma 2 əsasdan x bərabərdir 32. Burada alırıq 4 loqaritma 2 əsasdan x bərabərdir 32. Loqaritma 2 əsasdan x bərabərdir 8. İndi yazarıq ki, x bərabər 2 üzəri 8. O zaman x bərabər olacaq. Deməli, nə yazmışam? 8, doğrudur. 2 üzəri 8, o da bərabər olacaq 256-ya. Cavabımız olur 256. Növbəti suala keçiddə 48-ci sualda deyir ki, tərəflərin uzunluqları tam ədəd olan ABCD və MNKD kvadratları üçün ştriqlama hissənin sahəsi 23 olarsa, MNKD kvadratının, yəni kiçik kvadratın perimetrini tapın. Deməli, burada nə olur uşaqlar? Yazırıq ki, bura x, bura x, bura x, bura x-dir. O zaman burada bir a desək, burada olur x plus a. Həmçinin burada olur x plus a. O zaman yaza bilərik ki, baxın, buranı bölsək, bura dedik a-dır. Bura o zaman olur x. Burada nə alınır uşaqlar? Burada alınır ki, x vur a, yəni buranın sahəsi. Üzərinə gəlinsin. X plus a vurulsun a bərabərdir 23. Buradan x-a plus a kvadrat bərabərdir 23 alarıq. Deməli, alırıq ki, a kvadrat plus 2x-a bərabərdir 23. Bizə nə lazımdır? Bizə x kvadrat lazımdır. Daha doğrusu 4x lazımdır. Və bizə şərtdə deyir ki, x plus a tam ədəddir. O zaman yazarıq ki, a vurulsun, a plus 2x bərabərdir 23, a plus 2x bərabərdir 23. O zaman burada a olur 1, a plus 23 də olur 23, daha doğrusu 2x də olur 23. Çünki bizə deyir ki, a da tam ədəd olmalıdır, x də tam ədəd olmalıdır. Çünki hər iki kvadratın tərəfi tam ədəddir. İndi yazarıq buradan. A-mız 1-dirsə 2x bərabərdir 22, x bərabərdir 11 olur. X-i tapdıq 11. Bizdən 4x-ə, yəni
perimetri istəyir. O da bərabərdir 11 vur 4, yəni 44. Cavabımız olur 44. Növbəti suala keçid edək. Deməli 44. 49-cu sual görək buradadır. 49-cu sualda bizə deyir ki, bayram üçün hazırlanmış hədiyyə qutularının 5-dəki hissəsi hər gün 40 qutu, qalan hissəsi isə hər gün 50 qutu olmaqla, deməli, paylanmaqla 44 günə bitirilməlidir. Hədiyyə üçün hazırlanmış qutuların ümumi sayını tapın. Baxaq görək, deməli, yazarıq ki, günə burada neçə qutu paylanır? Hər gün 40 qutu və x gün paylanıb. Burada neçə qutu paylanır? 50 qutu paylanıb. Neçə gün paylanıb bilmirik günə. Amma bilirik ki, 5-dəki hissə bunundur, 5-də 3 isə bunundur. Ümumi olaraq bunlar bərabər olmalıdır. O zaman bunu vursaq, bu 5-də 2-dirsə, bunu vursaq 3-ə, yəni 5-də 3-ə, bərabər olmalıdır bunun 5-də 2 misli. Yəni, 5-lər ixtisar getdə bunun 2 misli. O zaman yazarıq ki, 120x bərabərdir 100y-ə. Buradan da yazarıq ki, 100x plus, daha doğrusu minus 100y bərabərdir, deməli, mənfi 20x-ə. Həmçinin alırıq ki, x plus y də bizə şərtdə verib 44-dür. İndi buradan nə alırıq? X minus y bərabərdir. Mənfi 20x böl 100. X plus y də bərabərdir 44. Tərəf-tərəfə toplasaq 2x bərabərdir. 5-də, mənfi 5-də 1x plus 44 alarıq. Bu tərəfə keçirdikdə 2,2x bərabərdir 44-dən. Deməli, buranı silsək. X bərabərdir 20 alarıq. X bərabər oldu 20-yə. Buradan y-i də tapa bilərik. X-ə 20 versək, y neçə alır? Görək. Bura eləyir 800, 3-8-də 2400. Burada 100y. 2 0 getsə, y də bərabər olur 24-də. Deməli, 20 gün paylanıb birinci qutu, 24 gündə paylanıb ikinci qutu. Bəs neçə eləyir? 2400, baxaq görək. 40 qutu, qutularını sayını istəyir. 40 qutu vurulsun 20, 50 qutu vurulsun 24. Bu da eləyir 800, bu da eləyir 1200. Cavab olur 2000. Cavabımız oldu 2000. Biraz uzun sual idi. 50-ci sualda deyir ki, ABCD rombunda AN bərabərdir BM, M'in perpendikulyardır AD və AN bərabərdir 2, NT bərabərdir 6 olarsa, yəni bura 2, bura 6 olarsa, SM-in uzunluğunu tapın. Avtomatik tərəfləri biz 8 olduğunu görürük, çünki rombdur. Sonra, o zaman 8 isə bura yarı-yarıya bölünürsə, bura 4, bura 4 olar. Burada düz bucaqlı üç bucaqdır. 2, 4, bilirik ki, bura 2 kök altda 3 olar. Avtomatik bura çıxır. Buraya heç ehtiyac yoxdur bəlkə də. Bizdən SM-in uzunluğunu istəyir. Yox, ehtiyac var. Niyə var? Çünki biz buranın 60 dərəcə olduğunu buradan bilirik. Çünki hansı düz bucaqlı üç bucaqda A kök 3 və 2A olaraq ayrılır. 30, 60, 93 bucağında. O zaman burada, bura 60 isə bura 120 olur. Bizdən x istəyir. X kvadrat bərabərdir 4-ün kvadratı plus 8-in kvadratı kosinuslar teoreminə əsasən minus 2 vur 4 vur 8 vur kosinus 120. Kosinus 120-də bilirik çevirməyə əsasən kosinus 90 plus 30'dur. Bu da bizə elə sinus 30 verər. İkinci rübə düşür müsbətdir. O zaman yazarıq ki 16 plus 64 minus, deməli burada olar sinus 30, yəni 2-də 1, 2-lər gedər, 32 qalar. Bunu da hesablasaq, deməli alırıq 48. O da bərabər olur 16 vur 3, yəni 4 kök altda 3. X olur 4 kök altda 3. Cavabımız da elə bu olur. Keçdik 51-ə. 51-ci sualda deyir ki, 2x plus 3 böyükdür bərabərdir m, 2x minus 4 kiçikdir bərabərdir n bərabərsizliyin
sisteminin yeganə həlli olarsa, n minus n fərqini tapın. Artıq uşaqlar dəhşət yorulmuşam, ona görə biraz dilim dolaşa bilər, üzrlü sayın. Bu bərabərliyin yeganə həllinin olması üçün, deməli, x-lər bərabər olmalıdır. O zaman yazarıq 2x plus 3 böyükdür bərabərdir m, x böyükdür bərabərdir m minus 3 böl 2. Buradan da 2x minus 4 kiçikdir bərabərdir n, x kiçikdir bərabərdir m plus 4 böl 2. Bunları bərabərləşdirərik. n minus 3 böl 2'yi bərabərdir n plus 4 böl 2. 2'lər də buradan gedər. Yerdə qalar n minus 3 bərabərdir n plus 4. n minus n də bərabərdir 7'yə. Bizdən ilə n minus n fərqini istəyirdi. Bu da oldu 7. Keçdik 52-ci suala. Deyir ki, çevrə ABC bərabər tərəfli üçbucağının AB tərəfinə D nöqtəsində toxunur. C təpə nöqtəsindən keçir. Aha. BY bərabərdir 4. BY bərabərdir bura 4. Və YC bərabərdir 5. Olarsa AD parçasının uzunluğunu tapın. Bizdən AD-ni istəyir. Deməli, burada necə yaza bilərik? Deməli, bura bir x desək, toxunan və keçən xəstəsinə əsasən yaza bilərik ki, x kvadrat bərabərdir 4 vurulsun 4 plus 5'in özü. O zaman yazarıq ki, x kvadrat bərabərdir 16, daha doğrusu 9, 4, 36, x-ə bərabərdir 6'ya. Bizdən AD parçasının uzunluğunu istəyir. AD parçasının uzunluğunu. Buranı tapdıq 6. Bura neçə idi? 9. Bəs bizə əvvəldən nə deyir? Bərabər tərəflidir. O zaman bura 6-dırsa, bura avtomatik qalacaq 3. Cavabımız da elə 3 olar. Növbəti sual 53-cü sual. Bizə deyir ki, bu kvadratik funksiyanın qrafiki apsisonu A və B nöqtələrində, ordinat oxunu isə C nöqtəsində kəsir. Deyir ki, 2, 0 olarsa A-nın koordinatları, B və C nöqtələrin apsisləri cəmini tapın. 2, 0 A nöqtəsi deyirsə, o zaman deməli x-ə 2 verdikdə y 0 alır. Gəlin yazaq. 2-nin kvadratı 4 minus A plus 1 vur 2'ye plus A minus 4 bərabərdir 0. Gəlin yazaq. 2A mənfi 2A minus 2 plus A 4'lər də gedər. Bərabərdir 0. Yazarıq ki, mənfi A minus 2 bərabərdir 0. A bərabərdir mənfi 2'yə. A bərabərdir mənfi 2. O zaman gəlin yerinə qoyaq. A'nın mənfi 2 qiymətini yerinə qoyub yazaq. Alarıq ki, x kvadrat minus x plus daha doğrusu minus 6 bərabərdir fx. Fx bərabərdir. Burada da fx bərabərdir x minus 3 vur x plus 2 alarıq. Bu 2, 0 zaten bizə verilmişdi. Digər B nöqtəsinin koordinatları necə tapırıq buradan? Mənfi 3, 0. Mənfi 3, 0. İndi deməli, buradan elə C-nin də koordinatlarını tapmaq olur. C-də ki, x-ə 0 verəndə neçə alır? Odur. X-ə 0 verəndə C alır mənfi 6. Bizə deyir ki, B və C-nin absisləri, yəni x-ləri cəmin tap. Mənfi 3 plus 0 bizə verər mənfi 3. Cavabımız oldu mənfi 3. 54-cü sualda bizə deyir ki, A, B, C nöqtələrinin koordinatları bu olursa, AB və AC vektorlarının skaler hasilini tapın. AB nəyə bərabərdir? Bilirik ki, B-dən A-nın koordinatlarını çıxacaq, uyğun koordinatları. 2 minus mənfi 1 bizə verər 3. 3 minus 4 də bizə verər mənfi 1. Bəs AC nədir? C-dən çıxarıb A-nı. 5 çıx mənfi 1 bizə verər 6. Mənfi 6 çıx 4 də bizə verər mənfi 10. İndi skaler hasilini istəyir. Skaler hasili bilirik ki, uyğun koordinatlarının hasillərinin cəmidir. 3 6-nın 18 plus mənfi 1 vur 10. O da bərabərdir 10. Bu da bizə verər 28. Skaler hasili oldu 28. Son suala gəldik. Bizə deyir ki, bütün hədləri müsbət olan ədədi silsilənin ilk 3 ardıcıl həddi x kvadrat minus 1 və 3x plus 4 olarsa, silsilə fərqini tapın. Deməli, deyir ki, bütün hədləri müsbət olan ədədi silsilənin ilk 3 həddi. O zaman x kvadrat minus 1 bərabər olacaq. Daha doğrusu 2 vurulsun x kvadrat minus 1 bərabər olacaq. X plus 4'ə.
2x kvadrat minus 2 bərabərdir x plus 4. 2x kvadrat minus x minus 6 bərabərdir 0. Buradan görək kökləri ala bilirik mi? 2x, x. Buradan da yazarıq ki, deməli, 3-2 yazsaq. Burada bir de 3x var dostlar. Mən təkcə burada 4 gördüm. Deməli, 3x də gəlsək, burada 4x olacaq. Burada 4x olacaq, burada 4x olacaq. O zaman olur 4x. O zaman hər tərəfi 2-yə bölə bildik. 2-yə bölsək alarıq ki, x kvadrat minus 2x minus 3 bərabərdir 0. O da olur x mənfi 3 müsbət 1. Köklər olur x bərabərdir 3, x bərabərdir mənfi 1. Mənfi 1 kök ola bilmədiyi üçün 3 olur. Gəlin indi yerinə yazaq, görə gələ hədlərimiz neçə imiş. Birinci 3 imiş, ikincisi 3'ün kvadrat 9 minus 1 8 imiş. Üçüncüsü də deməli 9 plus 4 13 imiş. Bizdən d-ni soruşur. D-ni də yaza bilərik 13 minus 8 və yaxud da 8 minus 3. O da bərabərdir. D bərabərdir 5-ə. Deməli buradan da cavabı 5 aldıq və 25 buraxılış sualının OTK-nın keçirdiyi 25 sualın izahına baxdıq. Videonu bəyənib şərh yazmağı unutmayın. Buraxılışa qalan müddətdə yaxşıca təkrar etmək istəyirsinizsə bizim WhatsApp kanalımıza, qrupumuza qoşula bilərsiniz. YouTube kanalının səhifəsinin başında linki var, oradan qoşula bilərsiniz. Növbəti videolarda görüşmək üzrə, sağ olun, Allah'a əmanət olun.